öz əl işləri ilə sosial şəbəkələrdə əsasən də Əmircana aid işləri ilə belə deyək ki, tanınır. Rəvan Sadiq qardaşımız bu gün bizim qonağımız. Rəvan, səni salamlayıram. Sağ ol, çox sağ ol. Sosial şəbəkələrdə necə oldu ki, daha doğrusu necə oldu ki, Əmircanla bağlı siz çəkməyə başladınız və hətta Əmircan və Əmircanlar səhifəsində mən ilk dəfə görmüşdüm sizin o çəkdiyiniz əl işini. Loqoda hələ mənim əl işimi qoymuşdular. Bəli. Necə oldu ki, siz belə deyək ki, İminnoy Əmircanla bağlı başladınız çəkməyə? Mənim yaradıcılığımda Əmircana aid əl işləri çoxdur, təşkil edir. Bunu başqa şəxslər də deyir, yəni rəssamlar özləri də deyirlər. Bəli. Özüm rəssamam, Rəssamlar İttifaqının üzvüyəm, peşəkar rəngkar rəssamam. Maşallah, hətta Rəssamlar İttifaqının üzvüsünüz. Peşəkar rəngkarlıq şöbəsində gənc yaşında bunu gənclərdə də üzv olmuşam, bəli. sonra indi böyüklərdə üzvəm. Bəli. Bir çox sərgilərdə iştirak etmişəm. Elə vaxtdan mən Bakı kəndlərini çəkməyi, Bakı kəndləri, məscidlər, minarələr marağımda olub. Bakının tarixi küçələri, Bakıya aid rəsmlər çəkmək. Əmircan da ki, həm də doğulduğumuz, böyüdüyümüz kənd olub. Həm Bülbülə, həm Əmircan. Bu daha da məndə maraq oyadır. Həm də Səttar Bəhvzadə ilə bağlı. Səttar Bəhvzadə, çünki rəssamlıq deyəndə, təsviri sənət deyəndə ilk hamımıza balacadan tutmuş böyüyəcən Səttar Bəhvzadə gəlib. O özü də bir motivasiya, ilham oldu. Hətta Bakının Florensiyası adlanır var Əmircan. Mən hətta özüm deyirəm ki, bağlı sözcə, Bakının həmişə Əmircan paytaxtıdır. Həm tarixi şəxsiyyətlərinə görə, həm tarixi küçələrinə görə, həm İpək yolu, Karvansaray, bir çox da. Bir çox şeylərə görə. Hətta vaxtilə İpək yolu da Əmircandan keçir. Dəvə karvanlarının, həcc karvanlarının gediş-gəliş məntəqəsi olur. Tanınmış şəxsiyyətlər çox çıxır buradan. Adlarını çəkməklə Səməd Mənsurdur, Tofiq Bayramdır, Murtza Muxtarovun özüdür, rəssamlar, Səttar Bəhvzadə, Qəyyur Yunus, Eldar Mikayıl. Baxın, elə Səttar Bəhvzadə demişkən, Səttar Bəhvzadənin hal-hazırda evinin önündəyik. Burada sizin üçün danışmaq, burada belə deyək ki, bu sənətkar haqqında danışmaq sizin üçün necə bir hissdir? Çox gözəl hissdir. Yəni, mən özüm uşaq vaxtı baxanda Səttarın sənət filmlərinə, böyüklərimiz danışardı. Atam görüb, babam görüb, o haqqda danışardı. Bizə belə qəribə gələrdi. İndi müəyyən illər keçib, heç mən bəlkə də yadıma gəlməz ki, mən də rəssam olaram, hasansa Əmircan haqqında rəsmlər çəkirəm, belə məndən intervyu alarsınız. Səttar Bəhvzadənin barelyefinin yanında. Onun özü də maraqlıdır mənim üçün. Çox gözəl hisslərdir. Minnətdaram sizə də. Xoş, neçə ildir bu gözəl sənətlə məşğulsunuz belə deyək? 2001-ci ildə mən rəssamlıqla məşğulam. 24 il var, maşallah. Sonra Əzim Əzimzadəni bitirdikdən sonra professional sərgilərdə işləməyə başladım. Sərgilərdə iştirak elədim, diplom, sertifikatlar, nailiyyətlər. Sonra 2012-ci ildən Gənc Rəssamlar İttifaqının üzvü oldum. Maşallah. Elə onda da fəaliyyətimi davam elətdirdim. Sonra 2017-ci ildən də böyüklərə keçdim, peşəkar rəngkarlıq şöbəsinə. Ekoloq. Sonra Bünyadlar Məscidinin minarəsi adı görünür, maraqlı gəldi mənə. Bu küçəni də işlədim. Özü biraz fərqlilik verdim, rəngarənglik verdim, amma təmirdən əvvəllər idi. Şəkilləri siz təmirdən əvvəl çəkmişsiniz, düzdür? Təmirdən əvvəl. Təmirdən sonra Əmircanı bir dənə işləmişəm. İndi bir-iki dənə işlərim var, onlara da davam edirəm. Hətta mən o çarx şəklində YouTube-da da gördüm onu, səhv etmirəmsə. Var, bəli, var. Sizin o, bu hal-hazırda dayandığımız arxa məscid, yəni meydan yeri belə deyək də. Bu təsviri də siz görmüşdünüz, çəkmişdiniz. Mənim elə ilk Əmircanı çəkdiyim rəsmlərindən biri bu oldu. Onlar təmirdən əvvəl idi. Maraqlı çıxdı, çox qəşəng çıxdı, baxış sayı da çox oldu. Sonra 2014-15-ci illər idi, Əmircanlı rəssamlar sərgisi təşkil olundu. Fərhad müəllim idi, Rubin müəllim idi, Elxan müəllim idi. Səttar Bəhvzadənin məvlud ya vəfat günü əlaqədar idi. Mən də dəvət aldım bu sərgiyə, iştirak elədim. Seçimi də insanların öhdəsinə buraxmışdılar ki, kim hansı şəkil çox like toplasa, bəyənmə toplasa, o da qalib kimi seçilər. Təsadüfən də elə mənim şəkilim 270 neçə like topladı. Məndən də sonrakı seçim 70 like. Yəni hətta 200-ü keçmişdi ki, mənim əsərim həmin bu çəkdiyim yer bəyənmə topladı. Sonra daha da mənə maraq oyatdı ki, Əmircanım, onu da çəkirəm, bu
bu sərgi ilə təşkil olunur. Hər il təşkil olunacaq, daha maraqlı rəsmlər çəkim Əmircan. Və böyük bir motivasiya oldu sizin sizin üçün. Motivasiya oldu mənim üçün, maraq oyandı. Bunu sonra təmirdən sonra da çəkmişəm. Mənim bu pəncərədir, bu cross anteynalar. Hətta yer daş, onu da görmüşsünüz. Ağarıb. Orada biraz divarların rəngləri müxtəlifdir təmirdən əvvəl. Amma təmirdən sonra bax həmin mən burada durduğum kimi bu təmirdən sonra İndi işlər hələ də tam bitməsə də İnşallah hal-hazırda siz də gördünüz bayaq çox sürətli şəkildə. İnşallah tezliklə bitər. İnşallah. Yaxşı olar. Biz rəssamlara da daha da motivasiya olar. Çəkər Əmircanın tarixi küçələri. Sizin əsərlərinizə baxıram və daha çox orada məscid, minarə, belə bir üslub görürəm. Bu nəydən qaynaqlanır? Bu sənə deyim mənim rəsm qardaşım. O vaxtlar uşaq vaxtları mənim babam əlimdən tutardı bu Əmircanın küçələrinə, gələrdik Qoşa Minarə məscidinə. Ölənlərimiz rəhmətli. Biz reisin yuxarı məhəllədə olurdu da, dəmir yolundan yuxarı tərəf. Elə oradan söhbət eləyə gətirərdi məni. Məsələn, bu Qoşa Minarə məsciddir, bu Bünyadlar məsciddir, bu Ağabala bəy məscididir Bakıxanov, Bülbülə kəndində. Onda mənə maraq yarandı bu tarixi yerlər, tarixi məbədlər, məscidlər. O vaxtdan mən elə bir ki marağımda oyandı. Həm də ki dahi rus rəssamı Repinin belə bir məsəli var. O deyir o vaxt Rusiyada bu 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaşamışdı. Deyir Rusiyada baş verən hadisələr deyir məni məcbur edir ki özü kətana çəkim. Yəni çəkməmiş qala bilmirəm də. Özü kətan özü məcbur edir ki bu hadisələri kətana köçürdüm. O əsasən tarixi əsərlər işləyir. Tarixi mövzularda məsələlər işləyib. İndi onun sözünə qüvvət, məni də bu küçələr, bu tarixi küçələr, bu məscidlər özü vadar edir ki, məni kətana köçür. Elə ilk müəlliminiz kim olub sizin? İlk müəllimim mənim İslam müəllim olub, İslam Müzəffərov olub. O Suraxanın kəndindən idi. Demək olar Əmircanda bir çox rəssamların müəllimi olub o. 70-ci, 80-cı illərdən burada biz o vaxt Dvares deyirdik də. Dvares aldım. Həm Astanovda Dvares gedirdi, həm də burada mədəniyyət evi vardı, mədəniyyət sarayı oldu. Orada rəssamlıq dərsləri olurdu, musiqi dərsləri olurdu. Bu tərəfdə idman yeri var idi. Məsələn, mən orada həm idmana gəlmişəm, futbola gəlmişəm. Vaxtı Neftçi SSR çempion olmuşdu. Üçüncüsü, bizim müəllimimiz Vladimir Bruxti var idi. Neftçidə üçüncü yeri olmuşdu. O bizə dərs keçirdi. Onunla həm də rəsmə gələrdik. Burada bizə İslam müəllim dərs deyərdi. Bir çox Əmircanlı Zakir Hüseynovun, sonra Soltanın, bəzilərində xeyli rəssamlar var ki, onların müəllimi olub İslam müəllim. İslam müəllim mənə birinci sinifdə dərs deyib, düzdür. Yəni müəllimimiz hal-hazırda sağdırmı, yoxsa dünyasında? Sağdır. Allah can sağlığı versin, Allah ömür versin ona, İslam Müzəffərov. O mənə ilk dəfə rəssamlığı necə sevdirdi. Dərsimiz idi, vaxtı ballar vardı plastika. Qoydu onu və almanı götür, musiqi ilə dedi, almaya baxın. Almaya baxdıq, dedi, çəkməmişdən əvvəl həmişə almanın gözəlliyinə baxın. Biz başa düşmədik İslam müəllim nə demək istəyir. Bir neçə illər keçdi, mən tələbə oldum, artıq dərsdə onu çəkəndə, natürmort deyirik biz ona, meyvəni çəkəndə baxdım ki, doğrudan da çəkməmişdən qabaq onun ən işıqlı yerinə, ən tünd yerinə, parıltı düşən yerinə. Ona görə bizə İslam müəllim demiş ki, yeməmişdən qabaq, çəkməmişdən qabaq almaya diqqətlə baxın. Yəni, rəssam hazırda hər hansı bir obyekti çəkirsə, mənzərəni çəkirsə, ona diqqətlə baxır, onun tünd yeri, onun işıqlı yeri çəkir. İllər keçdi, mənə o yadıma düşdü ki, birinci sinifdə oxuyanda İslam müəllim bunu bizi üçün demişdi. Sonralar Həşim müəllim olub, tələbəlik vaxtlarında Yavuz müəllim olub, onlar da respublikamızda tanınmış rəssamlardır. Bəziləri rəhmətə gedib, bəziləri sağdır. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Deməli, bu küçəni işləmişdim, çox xoşum gəldi o əsər. Hətta yerdə su var, o suya kölgə düşməklər, çən onda göy rəngdə idi, göy rəngdə çən. Bu evə biraz gün düşür, sarı ilə qaçışır, pastı rənglər zaten çox qəşəng bir əsər alındı o. Məndə imalxanada var, göstərərəm hətta. Çox belə həm baxıldı o əsər, sərgilərdə də iştirak olundu.
Yəni mən bunları çəkdim. Məncə ən baxımlı işlərimizdən biri olur. Bəli, bəli. Ha. Əmircana aid çəkdiyim şəkillərin içində ən rəngarəngi o oldu. Ən rəngarəngi. Meydan yerində Meydan çəkdiyiniz yeri ilk, təsvir. meydan yeri ən çox like toplanan Bəli. əsər kimi oldu. İlk dəfə onunla başladım. Əmircana aid rəsmlər çəkməyə, həm sərgiyə dəvət aldım. Ondan sonra özümün də ən sevdiyi iş bu küçə, bu panorama belə, bu minarələr görünmüşü. Hətta orada asfalt örtüyü də yoxdur. Köhnə üsulda. Bəli, köhnə üsuldadır. Dəqiq deyək ki, bir 30 il əvvəli canlandırmısınız. Bəli. Çox Rəvan, emalatxanaya girəndə mən elə qapıdan içəri girəndə burada Bakı hava-havasını hiss elədim. Hətta sizin işlərdə də burada baxıram ki, Suraxanı nefti, Balğanı nefti məşhur oldu hər zaman. Neft proflardır, orada özü. Sonra orada görürsən işlərimdə bayaq deyirdim ha, günəşin batmağı, çıxmağı. Bu mənim elə bir ki, özümdən asılı deyil də bir simvolum kimi. Öz simvolumuz da belə deyək. O yəni istəmədən o məndə yarandı və sonra bütün o işlərimdə o öz əksini tapır. Bu Əmircan məsəl üçün burada işıqlı verdi, burada. Siz hətta bizi öz sağlığımıza qaytardınız. Mən içəri daxil olan kimi məxsusi bu şəkillə ən çox sevdiyim bu mənzərədir, meydan yeri. Elə bizim məhəllənin iki addımlığındadır da, belə deyək ki, bizim evdə Nizaməddin məscidinin qarşısıdır. Məşhur Nizaməddin məscidinin Bakıxanov. Bəli, Bakı abadlıq tərəfindən bir neçə il öncə, maşallah olsun, çox gözəl şəkildə. Əmircahan səhv etmirəmsə tikdirib o məscidi. Əmir Nizaməddin Qutuşaoğlu tərəfindən tikilib həmin məscid 1329-cu ildə. Hətta o bayaq biz veriliş başlayanda da danışmışdıq ki, Əmircan hər zaman həcc və dəvə karvanlarının gediş-gəliş məntəqəsi olub. Karvansaraydır. Bəli, hətta o belə deyək ki, o gediş-gəliş məntəqəsi həmin Nizaməddin məscidinin də önü olub. Bu məscidin, bu küçəni məndə qədimi versiyası da var. Sonra hədiyyə verdim. O qalmayıb o əsər məndə. Bu hal-hazırda Əmircanın müasir simvolu. Bəli, təmirdən sonraki. Təmirdən sonraki Əmircandır. Burada da məsəl üçün Əmircan məscidini bir qalasını çəkmişəm. Özü də minarəni o qədər belə gözəl təsvir eləmişsiniz. Yəni baxanda ağacların çiçəyindən baxdı. Bəli, real şəkildən seçildi. Görürsən orada minarənin üstündə təmirlər var, hətta burada altda hətta Quran yazılar var, bəli. Bunun özü də məsəl üçün Əmircan məscidi, Böyükşor gölü, o tərəfdən də Razin, Ərəbin, Bakıxanovumuz. Günün batan, çıxan vaxtları da maraqlıdır. Bunlar hamısı sərgilərdə iştirak olunur. Bu sərgidə iştirak olunur. Bax bu iş, sonra bu iş. Bunlar Əmircan sərgilərinə. Ondan da əlavə respublikada sərgilər təşkil olunur. Məsələn, Gənclər Gününə aid və yaxud da sərbəst mövzuda rəsm sərgiləri. Onlardan hamısında bunlar sərgilənib. Yəni bu işlərin həm də sənədi var. Həmsinin sertifikatı da var, sənədi də var. Rəssamlar İttifaqı tərəfindən, Mədəniyyət Nazirliyi tərəfindən filan əsər, filan sərgidə iştirak. Hətta mən burada belə bir əsər də görürəm. Bayaq bir söhbət əsnasında demişdiniz ki, bu Palmalı şirkətlərə məxsus gəmidir. Qürur donanmasıdır. Bu mövzu belədir. Qürur donanmasıdır. Bu əsər özü də sərgidə iştirak olunub. Həm də Əmircan rəssamları sərgi təşkil olunmuşdu. Orada da bu sərgilənmişdi bu əsər. İnşallah bir arzum var ki, Mübariz mənimlə görürsəm, onu hədiyyə eləyim. İnşallah qismət olur. Rəvan, mənim üçün bir sualda maraqlıdır. Buyurun. Baxın, Əmircana aid maşallah olsun ki, bir-birindən gözəl, rəngarəng işlər görürsünüz. Gələcək planlarınızda Əmircanla bağlı yenə də gözəl belə bir təsvirlər varmı planda? Var. Mənim həm gələcək, həm də elə çoxdankı uşaqlıq arzum kimidir. Əmircan stansiyası, o biz Priyez deyən yer var. Oradan həmişə uşaqlıqdan o stansiyadan düşüb, nənə-baba ilə getmişik. O kompozisiya eləyim bir dənə o haqqda. Əmircan stansiyası, siftapod, yağış, maşınlar. Belə bir mövzu var başımda həmişə. Bilmirəm, vaxt eləyə bilmirəm, haçansa başlayacam da, amma həmişə daim o mənim uşaqlıqdan o beynimdədir, qəlbimdədir. Çalışacağam ki, onu həyata keçirdim. Ən birinci planda odur. Baxın, Əmircanda kifayət qədər danışdıq sizin haqqınızda. Sonda bir sual da mənim üçün maraqlıdır. Əmircanda Əmircan haqqında danışdıq. Əmircan TV-yə sizin arzularınızı və görmək istədiyiniz
belə deyək ki, hər hansı bir mövzularda Əmircan, çəkilişlər varmı? sizə əvvəla təşəkkürümü bildirirəm. Düzdür, bir çox kanallar intervyu alıblar, çəkiliş ediblər. Bəli. Amma bu dəqiqə hal-hazırda ki, internetə baxan çoxdur, bu Bəli. sosial şəbəkələrdə maraq daha çoxdur. Bəli. Məncə televiziyalardan daha çox. Bəli, bəli. Həm də mən özüm də qabağına çıxdı bu Əmircan TV haqqında. Əvvəl belə elədim, bir-iki dənəsini ötəri daha nə gizlədim. Sonra gördüm yo maraqlıdır. Bəli. Maraqlıdır, baxdım. Hətta televiziyada verən verilişlərə maraq oyatdı. O ictimaiyyətdən Əmircan haqqında, filan haqqında indi Turalın verilişi olacaq. Bəli. Onları ki işıqlandırırsa adamda maraq oyanır ki, baxım ona. Sonra rəssamlar haqqındakı çəkilişlər düz mənə də maraq oyandı. Dedim elə niyə də yoxdur. Mən bir Əmircanı çəkən bir rəssam kimi niyə də qoyum mən də bunlarla bir əməkdaşlıq eləyək, bir ünsiyyət yaransın inşallah. Çox sağ olun. Mən sizə sonda yenə də bu gözəl xoş oldu mənə də, xoş oldu. Vallahi heç deyərdim ki, bəzən də o ki insan özündəki nəsə bir rollaşdırır ki, belə eləyərəm, belə uşaqlıqdan o yığılır qalır səndə Əmircan haqqında, Bakı kəndləri haqqında tarix ki, özündə həmişə onu bir formalaşdırırsan, veriliş kimi, tədbir kimi. Onun mənə kömək oldunuz ki, o bir növ arzu idi, belə deyək. Boşaltdım, dolu idi sinəm. Nə gözəl. Sinəm doluydu, onu boşaltdım. Yəni bir növ bu sizin arzunuz idi. Bəli. Xoşdur, mən də sizə sonda təşəkkür edirəm. Sağ olun. Bu gözəl işlərinizdən inşallah. Uşaqlara da həmçinin sizə uğurlar arzu edirəm. Allah köməyiniz olsun. Sizə həmişə bədnəzərdən qorusun, ruzi, bərəkət, zehin işlərinizdə həmişə uğurlar arzu edirəm. Çox sağ olun. Mən də sizə uğurlar arzu edirəm.